O salavatı ki güclə deyirik ha. Belə nə göl. 200 adam salavat deyəndə elə bilir ki 20 adam demir. O hədisə baxırdım ki, Həzrəti Rəsulullahın yanına gəlir Cəbrail, Əzrail, Mikail, İsrafil. Həzrəti Peyğəmbərə gəlirlər, salam məlik eləyirlər, qayıdırlar, gedirlər, deyirlər, ya Rəsulallah, sən ümmətin barəsində bir dənə söz deyək, sevinərsən inşallah bu sözə. Deyir ki, bax, sənin ümmətin ki, bir dənə salavat zikr eləyir, sənin əhli böyütü özüvə, bizim boynumuza, dördümüzün də boynuna vəzifə gəlir. Bir dənə biz salavat zikr eləyəndə Mikail də borclu olur bizə, Cəbrail də borclu olur, Əzrail də, İsrafil də. İndi mən hamısı yadıma düşsə deyərəm, yadıma düşməsə inşallah gələn dəfə bir şey verərsiniz, tapıb gətirirəm inşallah, Allah qoysa. Məsələn, Əzrail əleyhissalam məlumdur. Əzrail əleyhissalam əlindən gələn bir dənə işdir. Onda nəsə, ondan başqa əlindən bir şey gəlmir. Deyir, ya Rəsulullah, sənin ümmətin sənə salavat göndərsə, mən onu yazıram dəftərimə. Can verəndə, başımın üstünə gələndə, elə onun canını alıram ki, özü hələ hiss eləmir ölmüşəm. Yəni ölmə, o qədər ki, can verməyin çətinliyi var ha. Deyir, elə hiss eləyir, heç bilmir, hələ bilir ki, diriyəm. Amma xəbəri yoxdur ki, mən qəbz ruh eləmişəm onu. Sənə göndərdici salavata görə. İsrafil əleyhissalam deyir ki, deyir, ya Rəsulallah, sənin ümmətin sənə salavat göndərəndə mənim də boynuma bir vəzifə gəlir. Nədir gəlir? Deyir, mən o sənə salavat göndərəndə düşərəm səcdiyə. Allah onu bağışlamayınca başımı səcdədən qaldırmaram. Adam nə utanar qiyamətin gündə İsrafildə. Adamı məsələn belə mənə qaydır, yekə mollasan, heç olmasa bir salavat deydim, mən də burada sənə kömək eləyə biləydim. Cənab-ı Cəbrail neyinir, görüm yadıma salsam. Cənab-ı Cəbrail, Mikail ruzi məsələsinə. Deyir, ya Rəsulallah, mən o sənə ki bir dənə salamı göndərdi. Əgər başqa şuluqları olmasa, mən onun ruzusunun tam şəkildə zəmanətini verirəm və ruzu problemi olmayacaq. Amma hamısının şərti budur ki, salavat yerində olsun. Cəbrail əleyhissalam ki də yadıma döyür indi, amma da o həməkarətdə Cəbrailin atı hər yerdə oynayır. Bütün məsələlərinə, deyir, Cəbrail əleyhissalam deyir ki, ya Rəsulullah, mən onu sıratdan ildırım kimi keçirdərəm. Sıratın körpüsündən mən onu ildırım kimi keçirdərəm. Bir dənə Allahümmə sallallahu Muhammedin və ali Muhammed. Heç olmasa deyün. Allahümmə sallallahu Muhammed. Bu dediyimiz Allahümmə sallallahu Muhammedin və ali Muhammed.